Cari ildə su itkilərinin qarşısını almaq üçün Ağstafa su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən beton üzlüklər kanalının çəkilməsinə başlanılıb. Hazırda rayonun Qıraq Kəsəmən kəndi ərazisində olan əkin sahələrinin suvarılması və itkisiz olaraq suyun əraziyə çatdırılması məqsədi ilə beton üzlüklər kanalının çəkilişi davam edir. Kanal xidməti ərazisində olan 1100 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edəcək. Bu barədə televiziyamıza idarənin baş mühəndisi Nurəddin Aşırov məlumat verib. 2025-ci ildə Ağstafa rayonunun Qıraq Kəsəmən arxının əkin sahələrini suvaran kanalda, Qıraq Kəsəmən arxında və bir də Poylu kəndinin əkin sahələrini suvarılan Poylu arxında betonlama işləri nəzərdə tutmuşdur. Gördüyümüz bu kanal Qıraq Kəsəmən və Poylu qəsəbəsini 1100 hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təmin edən Qıraq Kəsəmən arxıdır. Qıraq Kəsəmənin arxını keçən il 2024-cü ildə 1 kilometrində betonlama işləri aparıb. 2025-ci ildə əlavə olaraq 1,5 kilometrində betonlama işləri aparır. Harada həmin kanalın hardasa 1 kilometrə yaxın hissəsində betonlama işləri yekunlaşmışdır. Kanal armatur karkas nəzərdə tutulmadan layihələndirilmişdir və o qaydada da tökülür. Qeyd edək ki, Ağstafa rayonunun Poylu arxında da beton üzlüklü kanalların çəkilişi aparılacaq. İdarə rəsmisinin verdiyi məlumata əsasən artıq layihə həyata keçirilib. Yaxın günlərdə Poylu arxında da beton üzlüklər kanalının çəkilməsinə start veriləcək. Kamran Əskiparalı, Aymin Qəhrəmanov, Səs TV Xəbər, Ağstafa. Thank you.